Bakı gündən-günə böyüyür, gözəlləşir. Azərbaycan Komünist Partiyasının 31-ci qurultayı ərəfəsində Bakı metropoliteninin ikinci növbəsinin açılışı bunu bir daha təsdiq edir. Elmlər Akademiyası stansiyası qarşısında izdihamlı mitingdə Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov yoldaş metro inşaatçılarının əməyinə yüksək qiymət vermişdir. Mitingdə Bakı tunel tikintisinin rəisi Əbdülrəhimov çıxış edərək Bakı metrosunun ikinci növbəsinin rəmzi açarını Bakı metropoliteninin rəisi Xankişiyevə təqdim etmişdir. Elmlər Akademiyası, inşaatçılar, 11-ci Qızıl Ordu meydanı və Əcəmi stansiyalarından ibarət olan yeni xəttin uzunluğu 7 kilometrə yaxındır. İndi Azərbaycan paytaxtı metrosu stansiyalarının sayı 16'ya çatır. Yeraltı magistralların ümumi uzunluğu 25 kilometrdir. Təcrübəli maşinistlər Vaqif Hüseynovun və Ramiz Tahirovun sürdüyü ilk qatar yola düşür. İkinci beşillikdə Bakıda daha 3 stansiya istifadəyə veriləcək, 28 Aprel Qovşaq stansiyası yenidən qurulacaqdır.